Elə əsas suallardan biri budur ki, İran nə qədər bu vəziyyətə tab gətirəcək? Amerika aylarla, illərlə orada hərbi gəmilərini saxlaya bilər. Yanacaq qiymətdən, Amerikada qiymətdən qalxması Vaşinqton üçün böyük problem deyil. Müharibəyə milyardlar xərcləsə də çap maşını Amerikanın əlində nə qədər istəsə dollar çap eləyə bilər. Bütün bunlardan İrandakı hakimiyyət məhrumdur və 90 milyondan çox əhalinin problemlərini həll etmək lazımdır. Ola bilsin artıq indidən fikir ayrılığı İran hakimiyyəti içində yaranıb. Ola bilsin bəziləri Amerika ilə hansısa şəkildə razılaşmanın əldə olunmasını üstünlük verirlər, amma bunu açıq dilə gətirməkdən bir qədər də ehtiyat edirlər. Digərləri isə daha mühafizəkarlar, daha radikallar, yox, sona qədər getməli, heç bir geri addım olmayacaq, daha əhalini filanı düşünmürlər. Amma bu vəziyyət daha nə qədər davam edəcək? İran neftini sata bilmir. İran əsas gəliri də illər uzun neftdən olur. İndi tankerlər boğazdan keçə bilmirsə, üstəgələ bütün depolar, tankerlər İran nefti ilə dolubsa, artıq sata da bilmirlərsə, bu vəziyyətdən necə çıxacaq? Bunu kim düşünür? Ola bilsin İran prezidenti bu haqda düşünür. Amma inanmıram ki, Sepah generalları bu haqda çox da düşünsünlər. Onlar müharibəni hətta davam etdirmək həvəsindədir. Bu, İran hakimiyyəti içində fikir ixtilafını məncə yaxın müddətdə dərinləşdirəcək. Əhalinin narazılığı da artacaq ki, Vaşinqtonun da ümidi bunadır. Ümumiyyətlə, Trump strategiyasını artıq dəyişdi. Trump da müharibədə maraqlı deyil, növbəti müharibədə. Hörmüz boğazını mühasirədə uzun müddət saxlamaqla İran iqtisadiyyatını boğmağa çalışacaq. Bu nə qədər davam edəcək? Ta o vaxta kimi davam edəcək ki, siz də bir qədər öncə söylədiniz, Amerikanın rəsmilərinin dili ilə ki, nə vaxta kimi ki, ağ bayraq qaldırsın. Ağ bayraq qaldıracaq mı İrandakı rejim bunu söyləmək çətindir. Çünki orada fanatiklər, mühafizəkarlardır. Ona görə, amma belə vəziyyət də, dözülməz vəziyyət də getdikcə ağırlaşır. Maaşların verilməsi ay bitimində yaxınlaşacaq, bunu necə həll edəcək, zavod və fabrikləri necə işə salacaq, büdcəni necə dolduracaqlar. Yəni, bu haqda mən inanmıram ki, mühafizəkarlar bu haqda hətta ciddi düşünsünlər. Müəyyən kəsim düşünür, amma onları diqqətə alan da yox. İran diplomatiyasının, belə deyək, nümunəsidir ki, məsələni uzatmaq, görüntü yaratmaq ki, güya danışıqlara maraqlıdırlar, güya razılaşma istəyərdilər, amma məsələni uzadırlar. Yəni, İranın uzun illər tarixində belə faktlar çoxdur. İndi də prinsipial məsələlərdə razılıq əldə etmirlər, amma hansısa detalları müzakirə edirlər, baxarıq, edərik. İndi Trumpa da nəsə gizli mesaj göndəriblər ki, uran zənginləşdirməsindən imtina edə bilərik. Amma kimə inanasan ki, da ki, biri elə bir mesaj göndərsə, sabah o birisi onun ağzının üstündən vuracaq, deyəcək, xeyr, uranı zənginləşdirəcək. Necə ki, Abbas Arakçı bir gün içində dedi ki, Hörmüz boğazını açırıq, bir saat keçməmiş Sepah hansısa general dedi, elə söhbət yoxdur, boğazı açmayacaq. İndi burada da, ona görə Trump bir məsələdə haqlıdır ki, bilmir kiminlə danışıqlar aparsın. Yəni, 2 tirəlik, 3 tirəlik yaranır. Yəni, prezident xarici işlərin bir qərar verəcək, sabah Sepah general o qərarı pozacaq, öz bildiyi kimi hərəkət edir. Ona görə razılaşma əldə olunacağı problematikdir. Yəni, İranla Amerika arasında mən böyük razılaşma əldə olunacağını zənn etmirəm. Gərginlik davam edəcək. Amma danışıqlar da ola bilsin bu və ya digər formada Pakistanın vasitəsilə təmaslar olsun, nə bilim məktublaşma davam etsin, biri ona təklif göndərsin, o buna təklif göndərsin. Amma bütün bunlar gərginliyi azaltmayacaq, Hörmüz boğazı probleminin həllini yaxınlaşdırmayacaq. Biz Avropanın çox istəyi ola bilərik, amma Avropa zəif bənddir. Yəni, Avropa zəif bənddir. Bu proseslərdə heç bir rol oynamır. Ən adi bir misal deyim sizə. Bir neçə il öncə ki, yenidən İsrail ilə Hezbollah arasında bir savaş olmuşdu. İsrail ordusu Livana daxil olmuşdu. Makron getdi Beyruta və belə bir razılıq güya əldə olundu ki, Hezbollah təşkil olunacaq, Livan ordusu güclənəcək və artıq İsrail Livana hücum etmək üçün heç bir əsası olmayacaq. Nə oldu? Hezbollah təşkil olunmadı. Yenidən gücləndi və Livan ordusundan da güclüdür. Yenidən toqquşmalar, yenidən İsrail müdaxilə etdi Livana. Nə oldu Makronun vasitəsi? Heç nə. İndi də çox danışırlar, belə eləyərik, elə eləyərik. Amma yaxın şərq proseslərə əsas oyunçulardır. Əsas oyunçular bəllidir. Bu Amerikadır, bu İsraildir, bu İrandır ki, müharibə tərəfidir, bu Körfəz ölkələridir. Yəni,
Avropa rol oynaya bilmir bu məsələdə. Avropa elə güclə Rus-Ukrayna müharibəsində rolu güclə müşahidə edir. Halbuki bu birbaşa Avropanın problemidir ki, Ukraynanın müdafiəsinin qüdrətini artırmaq lazım. Düzdür demirəm, ədalət naminə onu dedim ki, maliyyə də ayırırlar Ukraynaya, mümkün qədər hərbi dəstək də verirlər, amma kifayət deyil bunlar. Yəni, böyük dəstək olsa da Ukrayna problemi çoxdan həll etmişdir. Ukrayna problemini həll edə bilməyən Avropa yaxın şərqdə nə edə bilər? Hörmüz boğazını necə aça bilər? Bunların mövqeyi belə idi ki, Avropa liderləri əvvəlcə boğaz açılsın, sonra biz o təhlükəsiz məsələlərə bax. Elə boğaz açılsa sizə nə ehtiyac var? Boğaz açılandan sonra rahat olsa tankerlər nefti də, gübrələri də, nə bilim, nadir torpaq elementləri də daşıyacaqlar. Sizə nə ehtiyac var? Sizə indi ehtiyac var ki, rol alın. Amma o rol almaq da istəmirlər, amma Avropanı da aradasa anlamaq olar. Avropanın da mövqeyi belədir ki, Amerika müharibəyə başlayanda bizdən icazə almışdı, bizimlə məsləhətləşmişdi. Öz başına İsraillə bir yerdə başladı, sonra dedi ki, siz də qoşulun, biz də qoşulmadı. Yəni, o Avropanın da mövqeyi belədir. Məsələn, bu yaxınlarda İngiltərə kralı Karlın səfəri oldu Amerikaya. O açıq Trumpa mesaj göndərdi. Çünki Trump İngiltərəni də tənqid edirdi. İngiltərənin baş naziri Starmer də tənqid edir ki, niyə biz ənənəvi müttəfiqi, niyə dəstəkləmiz o yan bu yan. Karl orada Trump'ı bir məsələni xatırladı. Dedi ki, yəni siz İraka müdaxilə edəndə sizin yanınızda bircə Böyük Britaniya var idi. Hətta ona işarə etdi ki, bu əslində böyük yanlış müharibə idi. Yəni Saddamın heç kimyəvi silahı da tapılmadı. Amma yanlış olsa da biz sizin yanınızda olduq. Ya bunu unutmayın, əslində bunu demək istedi ki, ya bir də Amerika bir də müttəfiqi var bu dünyada belə deyək. Onu da siz incidirsiniz, yəni Böyük Britaniya olan. Amma Böyük Britaniya da müharibəyə qoşulmaq istəmir. Çünki müharibənin hədəfləri ona bəlli deyil. Müharibənin hədəfləri ona bəlli deyil. Ona görə Trump'ın Avropadan belə bir narazılığı var. Amma narazı qalıb nə edə bilər? Yəni deyirdi ki, NATO'dan çıxacaq, amma NATO'dan çıxmaq da asan məsələ deyil. NATO'dan çıxması Amerikada müəyyən zərbələr ola bilər. Onda Avropadakı hərbi bazalarını itirə bilər ki, o bazalar Amerika üçün çox vacibdir. Amma bütün hallarda Avropa bu proseslərə çox da qoşulmayacaq. Yəni Avropanın rolu nədən ibarətdir? Açıqlamalar versinlər, bəyanatlar versinlər. Biz bunu istəyirik, biz onu istəyirik. Amma reallıqda heç bir təsir gücləri yoxdur. Türkiyə müdaxilə etməli, çünki Türkiyəyə iqtisadi bunun böyük təsirləri yoxdur. Hörmüz boğazı üzərindən neft alınır, digər ölkələr kimi. Düzdür, iqtisadi zəmində müəyyən mənfi təsirləri olar. Bu ümumi mənfi təsirlərdir, hamıya təsir edir. Yəni inflyasiya, təyyarələrin yanacağı qiymətləri qalxıb, hamıya təsir. Amma xüsusi olaraq Türkiyəyə Hörmüz boğazının bağlı qalması xüsusi təsir edir. Əksinə, Türkiyə üçün müəyyən fürsətlər də yanır və təsadüfi deyək ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan yeni iqtisadi proqramını elan etdi. Bu nədir? Kim ki, məsəl üçün pullarını, yatırımlarını Körfəz ölkələrindən çıxarır, turizm cənnəti Dubaydan filandan çıxarır, Türkiyə onun üçün münasib şərtlər təklif edir və Türkiyə Ərdoğan həmin kapitalın Türkiyəyə cəlb olunmasına çalışır. Yəni, əslində müəyyən fürsətlər yaranıb bu gərgini. Amma bütün hallarda Türkiyə də müharibənin əleyhinədir və məsələlərin danışıq yoluna həllinə çalışır. Amma xüsusi canfəşanlıq da göstərmir, ehtiyac da yoxdur buna. Təsəvvür edin, müharibədən əvvəl tərəflərə təklif olundu ki, İslamabadda görüş keçsin. Vaşinqton razılaşdı, Tehran dedi yox. Oman'da görüşün. Nə oldu Oman'da görüşün? Bir neçə gün sonra müharibə başladı.